Bismillahirrahmanirrahim. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurub, 3 dəstə qadın qəbir əzabı görməyəcək, qəbir əzabından azad olacaq. Qiyamətdə xanım Fatma-i Zəhra ilə məşhur olacaq, bir yerdə olacaq. Birinci dəstə ərinin kasıblığına dözür. Yəni, kasıblığına görə ərini gözümsüxtəyə salmır, danlamır, töhmət vurmur, dedikodu etmir. İkinci dəstə ərinin pis əxlaqına səbr edir. Yəni, ailənin dağılmasına izin vermir, qaçıb, boşanmır. Bu da heç də o demək deyil ki, əxlaqı pis olan ər əxlaqını düzəltməməlidir. Üçüncü dəstə öz mehriyyəsini ərinə bağışlayan qadın. Bu 3 dəstə birinci ərinin kasıblığına dözən, ikinci ərinin pis əxlaqına səbr edən, üçüncü öz mehriyyəsini ərinə bağışlayan qadın qəbir əzabından azad olacaq, qəbir əzabı görməyəcək, qiyamətdə xanım Fatma-i Zəhra ilə məşhur olacaq, bir yerdə olacaq. Əziz qadınlar, indi seçim qalır sizin özünüzə.